Şəkildə gördüyünüz şəxs Azərbaycanın ilk milli ordusuna hərbi dərs verən, onlara atıcılığı və professional şəkildə döyüşməyi öyrədən, Ərzurumda dünyaya gəlmiş Şəmkirli türk zabitidir. Bəli, əslən Şəmkirin Qaracəmirli kəndindəndir. Adı Hüsaməddin Tuqaçdır. Azərbaycan oğulları Çar Rusiyası dönəmində orduya alınmazdılar. Düzdür, hər şeyə rəğmən generallıq rütbəsinə qədər yüksələn 26 Azərbaycan igidi vardı. Lakin bu xalq nəzdində çox kiçik bir rəqəmdir. O isə Gürcü və erməniləri idarə edib onlardan istifadə edə bildikləri üçün orduya rahatlıqla alırdılar. Çar Rusiyasının zülmündən xilas olma yollarını axtararkən, Sovet Rusiyasının zülmünə qapılmamaq üçün Hüsaməddin Tuqaç kimi hərbi mütəxəssislərə ehtiyac vardı. O ehtiyacı göydə axtararkən yerdə tapmışdı Azərbaycan Cümhuriyyətinin fədakar oğulları. Yaxşı, bəs necə olub ki, klassik Azərbaycan türk adları yerinə daha çox Anadolu türklərinin ad və soyadını daşıyıb? Ona görə ki, onun atası 15 yaşında Şəmkirdən həccə gedərkən geri dönüşdə İstanbulda qalır və orada ailə qurub yaşamaq qərarına gəlir. Hərbi məktəbə daxil olaraq bacarıqlı bir türk zabiti olur. O ailənin uşaqlarından biri də bax bu Azərbaycanın igid oğlu Hüsaməddin Tuqaçdır. 10 minlərcə şəhid verilmiş, məşhur Sarıqamış hərəkatında ruslara əsir düşənlərdən biri də Hüsaməddin Tuqaç idi. Qatarda xüsusi vaqon ayırırlar. Göstərilmiş olan bu diqqətə görə təəccüblənir. Sonra görür ki, məyərsə Ənvər Paşaya oxşadığına görədir. Bütün bu gözəl qayğı və diqqət. Səbəbi də odur ki, Ənvər Paşaya rəğbəti olan bütün Türkistan xalqlarına baxın, sizin güvəndiyiniz komandanı yaxalamışıq. Hüsaməddin Tuqaç düz 2 il yarım Sibirdə sürgündə qalır. Dəfələrlə qaçmağa cəhd etsə də alınmır. Ən sonunda qaçmağı başarır və gəlir Gəncəyə. Videomun girişində qeyd etdiyim kimi, Azərbaycanın Milli Şurası belə bir mütəxəssisi göydə axtararkən yerdə tapır və dərhal ondan ordu ilə əlaqədar əksik olan cəhətləri paylaşırlar. Gəncə ətrafında rusların nərdivan altı uşaqlarına qarşı aparılan silahlı milis qruplarının təşkil edilməsinə rəhbərlik edir. Azərbaycan əks kəşfiyyatının lideri Nağı bəy Şeyx Zamanlı ilə yaxından dost olurlar. Elə bu ərəfədə Nağı bəyə atasının əslən Azərbaycandan olduğunu deyir. Nağı bəyin anasına qarşı xüsusi məhəbbət göstərərək öz anası kimi hörmət edir. Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə Nağı bəy ilə İstanbula kömək istəməyə göndərilir. Onun apardığı stratejik məlumatlar sayəsində Qafqaz İslam ordusunun manevr imkanları genişlənir. O eyni zamanda İstiqlal Savaşına da qatılır və İstiqlal ordeni alır. 3 dönəm, bir dəfə Ağrı, 2 dəfə isə Qarsdan millət vəkili seçilərək Türkiyə Millət Məclisində fəaliyyət göstərir. Yetim uşaqlara ciddi mənada köməklik göstərir. Vətənə, millətə yararlı olmaları üçün hər şeyini səfərbər etmiş biri idi. Təsadüfi deyil ki, hal-hazırda Türkiyədə adına fond var və bu fond ehtiyacı olan tələbələrin təhsil ala bilməsi üçün onlara xüsusi dəstək göstərir. Bu qəhrəman Azərbaycan oğluna Azərbaycanın internet aləmində sadəcə bir videoda rast gəlirsiniz. O da düz 14 il bundan əvvəl Zakir Muradov tərəfindən çəkilən və efirə verilən bax bu materialdır. Gördüyünüz videoda Hüsaməddin Tuqaçın əmizadəsi Füzuli Əhmədovun təşəbbüsü ilə Tuqaçın 90 yaşındakı qızı Solmaz xanımın öz ata yurdu və qohumları ilə tanışlığı sənədli film kimi təqdim edilir. Ruhu şad olsun. Babam dünyanın en müşfik, dürüst ve o sırada benim doğuşum esnasında az bulunur şekilde medeni adamıydı. Çok babam mesela böyle keman çalardı. 4 lisan bilen bir adamdı. Almanca, Fransızca, Rusçayı işte o esaret esasında öğren, Farsça bilirdi. Hüsaməddin Tuqaç əslən
Şəmkir rayonunun, Azərbaycanın Şəmkir rayonunun Qaracəmili kəndindəndir. Soy kökü oradandır. Məhəmməd Tuğacın özü də atası Hacı Əhməddir. O vaxtı Azərbaycandan Gəncəbasar zonasından 50-dən artıq uşaqlar aparıblar. Orada vakıf açıb. O vakıfın hesabına, yəni bu uşaqlar oxudublar. Oxuyan uşaqların bir hissəsini Qızı Solmaz xanım dediyinə görə bir hissəsi Türkiyədə qalıb, yaxşı işlərdə işləyiblər, adlarını bilmir. Bir hissəsi ise Azerbaycan'a qayıdıb. Azerbaycan'dan gelen kişiler, annemin de anlattığı gibi, çok insanı sonradan büyük babasını getirdiği kişileri devam ettirdi, çocuğu belledi ve maaşının hemen hemen hepsi onlara gitti. Onlara yardım etmek, onları işlere sokmak, onlara arka olmak için. Mən Müsammədin Tuğacın ruhu qarşısında baş əyirəm ki, Azərbaycanın belə oğulları var. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.